Boşanan qızın valideynlərinin bu işə adi baxmasından irəli gəlir 99% boşanmalar. Çünki mənim də nəslimdə boşananlar var da, amma razılaşmıram. Razılaşmıram. Mən yəni belə razılaşmıram ki, mənim də deyək ki, kimimsə boşanıbdır. Amma mən baxmayaraq ki, deyək ki, qız tərəfin qohumuyamsa, mən oğlan tərəfdən danışaram ki, oğlan tərəf haqlı görmək istəyirəm, haqlı görürəm də. Çünki mən bilirəm ki, qız tərəfdədir günah, problem qız tərəfdədir. Çünki istər-istəməz adi baxırlar. Əgər mən bilirəm ki, o ailədə... Yox, bəzilərində deyirəm, mən özümdən götürürəm, öz ailəmdən götürürəm söhbəti. Bax, məsəl üçün, əgər mən bilirəm ki, o ailədə əgər ata qızına bircə kəlmə desə ki, otur, sənin ailənin yanıdır yerin, o qız gedər də ailəsinə sahib çıxar, hər şey də gözəl olar. Amma evdə ki, valideyn deyirsə də ki, yox, o istəmir, getmir, qızım özü bilər. Və yaxud da biri adi sözlə görə ailə dağılar. Adi sözdən, nə adi söz? Ciddi bir səbəblər olarsa, bu başqa məsələ. Əgər gündə sən döyülürsənsə, təzyiqə məruz qalırsınsa, bu başqa məsələ. Bir də var ki, məsələn, bu şey niyə burada deyil, buradadır, bundan ötürü ailə dağılır, bu gülünc bir şeydir. Buraya qoymamışım, çox üzr istəyirəm. Bir də olmaz. Bu belə desə daha yaxşıdır, məsələni deyirəm ha. Boşanan qızın